Salam, hörmətli dostlar. Bu günləri dərsimizlə, ikinci dərsimizlə davam edirik mikrobitdə. Yenidən xatırlatma edirəm ki, Microsoft Make Code proqramı ilə biz öz kodlarımızı yazırıq. Microsoft Make Code proqramı ilə burada gördüyünüz mikrobitin simulyasiyasıdır. Normalda mikrobiti görmüsünüz nə cür formada olur və bu formada mikrobitin simulyasiyasını yaradıblar. Biz isə həmin simulyasiyanın üzərində işləyirik. Dünən mən sizə, yəni ki, birinci dərsdə mən sizə öyrətmişdim show number və orada clear screen, yəni pauza deyəndə biz öz kodumuzu eyni zamanda təmizləmək və kodumuzu yazmaq öyrənmişdik. Show number, yəni nömrəni göstər. Bu günləri isə sizinlə show let's və show icon öyrənəcəyik. Show let's keçən dərslərdə biz dedik ki, on start başlamaqdır, forever isə başlamağı təkrarlamaqdır. Yəni başlayır və təkrar olunur eyni kod dəfələrlə. Məsələn, on startın içərisinə mən müəyyən bir show let's. Burada gördüyünüz kimi LED nədir? İşıqlar. İşıqları göstər. Show. İngilis dilində show göstərmək deməkdir. Yəni mən işıqları göstərir. Görürsünüz ki, mən burada 3 nöqtə qoydum və mənim 3 nöqtəm burada belə bir şəkildə təsvir edildi. Məsələn, mən burada gülən üz təsvir eləyəcəm. Baxın, məsələn, belə bir formada gülən bir üz təsvir elədim. Və ardından görürəm ki, burada mənim gülən üzüm göstərildi. Sonra isə əgər mən bu kodu təzədən forever kodun içərisinə yerləşdirsəm, mən görürəm ki, eyni kod yenidən təkrarlanır. Amma mən burada təkrar on startla forever'ın fərqi ondan ibarətdir ki, mən əgər hər hansısa bir clear screen'i bunun içərisinə yerləşdirsəm, mən görəcəyəm ki, on startın içərisində bir dəfə yanıb işıq sönəcək və təkrar etməyəcək bu kodu təzədən. Amma forever'ın içərisində isə bu təkrar olaraq yanacaq, sönəcək, yaracaq, sönəcək. İndi isə mən bunu göstərmək istəyirəm. Yenidən clear screen-i qoyacağım bunun altına on startın içərisində clear screen, yəni mənim kodumu təmizlə. Baxın, yandı, söndü. Bir daha təkrar edilməsini istəyirəm. Yandı və söndü. Bir daha təkrarlanmır. Amma mən eyni kodu forever'ın içinə qoyub və başlatsam, görürsünüz, yanır, sönür, yanır, sönür, yanır, sönür. Və mən bunu dayandırıb sildim. Və burada gördüyünüz kimi show icon eyni də show let's-dəki kimidir. Amma show icon da sizə müəyyən qədər iconlar verib, yəni ikonlar verib. Və siz onlardan istifadə edərək müəyyən kodlar yığa bilərsiniz. Siz show let's-dəki kimi öz ideyanıza görə bir şey yarada bilməzsiniz, bir şeylər çizə bilməzsiniz. Show iconda nə edəcəksiniz? Iconu göstər və yenidən clear screen qoyuram. Mənim burada iconum nədir? Ürək. Ürəyi götürürəm, görürəm. Yandı, söndü. On startın içərisində. Bunun içərisinə qoysam mənim ürəyim yanıb sönəcək, yanıb sönəcək, yanıb sönəcək. Gördüyünüz kimi belə şəkildə davam edir. Və məsələn, mən bundan artıq bir projekt yaratmaq istəyirəmsə, ürəyin yanıb sönməsi, yanıb balacalaşıb sönməsini istədiyim kimi. Görürsünüz, mən show iconun əvvəlcə on startın içərisində ürəyimi balaca və böyük edəcəm. Və bu kodlar yalnızca bir dəfə görünəcək və bu ürəkdə, balaca ürəkdə dayanacaq. Baxın. Görürsünüz, balaca ürəkdə dayandı və təkrarlanma olmur. Eyni kodu forever'ın içərisindən yerləşdirdiyim zaman və baxın, görürsünüz, ürək döyünməyə başlayır və davamlı olaraq forever, yəni həmişəlik, forever təkrarlanaraq daima edir bunu. Yəni repeat edir, yəni təkrarlayır, forever. Həmişə davam edən kimi göstərir. Yəni mən şu icon'u iki cürə bu cür yığdığım zaman siz burada təkrarlanan kodunuzu görə bilərsiniz. Və yenə də clear screen-dən istifadə edəcəm. Məsələn, baxın, clear screen. Bunun içərisinə yox, on startın içərisinə qoyacağım ilk öncə göstərmək üçün. Çünki o kodu dəqiq görəsiniz deyə. Gördünüz, söndü. Amma mən forever'ın içərisinə qoyduğum zaman, baxın, sönüb yanır. Təzədən baxın, sönüb yanır. Görürsünüz. Anidən məsələn clean screen-i götürüb kənara qoyduğum zaman olan kod olmur da. Görürsünüz. Böyür balacalaşır və işığın sönməsi görünmür. Amma məsələn burada yenidən clear screen-i qoysam, işıq riski anidən yoxa çıxaraq yenidən davam edir. Və bu qədər.